mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyünür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Azərbaycanımızı tanıyaq və tanıdaq. Odlar yurdumun azad gəncləri, üç rəngli bayraqla ordunda irəli. İnanaraq biz tək Allaha birlikdə gedirik, ilhamda sabaha. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. 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 Salam Azərbaycan! Salam Azərbaycan torpağı, gözəl vətənimiz. Salam Azərbaycan xalqı, Azərbaycan vətəndaşları. Salam studiyamızın qonaqları. Salam və bizim 10 intellektualımız. Biz hər birinizi salamlayırıq və uzaqdan, qürbətdən Azərbaycanı izləyən, bizim verilişi izləyən, Azərbaycan televiziyasını izləyən bütün soydaşlarımızı buradan salamlayırıq, bağrımıza basırıq və onların da hər birini burada yanımızda görürük. Xoş gördük sizləri. Və biz mövsümün ilk oyunundayıq sizlərlə və gördüyünüz kimi bütün məkanımız, dekorasiyamız, bütün hər bir şey dəyişib, yeni biçimdə, yeni görkəmdə, yeni formada qarşınıza çıxıb və alınmaz bir qalıya çevrilib. Alınmazlığın ən böyük, ən uğurlu göstəricisi də intellektdir. Təbii ki, sizlər də bugün mən Azərbaycanlıyam.az saytına daxil olub, mən Azərbaycanlıyam intellektual yarışmasına qatılmışsınız ki, Azərbaycanı necə sevirsiniz, necə tanıyırsınız, necə tanıtmaq istəyirsiniz deyə bu oyuna qatılmışsınız. Bu xüsusi diqqət, xüsusi qayğı üçün biz Gənclər və İdman Nazirliyinə minnətdarımızı bildiririk ki, onlar daim Azərbaycan gənclərinin intellektual səviyyəsinin yüksəlməsində kömək eləyirlər, dəstək verirlər və bizim verilişə də dəstək veriblər və gördüyünüz kimi bu gözəl məkanın ərsəyə gəlməsində, Azərbaycan tamaşaçılarının qarşısında belə gözəl görünməsində onların xüsusi əməyi, təəssübü və səyi var. Uğurlar arzulayırıq Azərbaycan Gənclər və İdman Nazirliyinə də ki, daim bizim gənclərin həm intellektual dediyim kimi, həm də fiziki sağlamlığının, fiziki uğurlarının
yolunda böyük addımlar atırlar və bir faktı mən qeyd edeyim ki, bu yaxında mən hörmətli nazirimizin çıxışına baxırdım. Orada mən belə bir faktı eşitdim fəxrlə ki, Azərbaycan idmançıları il ərzində 367 medal qazanıblar. Qızılı, gümüşü, bürüncü, təbii. Fəxrlə düşündüm ki, günə böləndə idmançılarımız Azərbaycana demək olar ki, hər gün ondan da biraz artıq medal gətiriblər. Deməli, hər gün Azərbaycan xalqı medal qazanıb idman meydanlarında və uğurların davam olmasını arzuluyuruq və alqışlayırıq. Gənclər və İdman Nazirliyimizin. Və təbii ki, biz burada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə minnətdarımızı bildiririk ki, dəstəyinə görə və Təhsil Nazirliyinə çox sağ ol deyirik. Onların dəstəyinə görə və yadınızdadır, tamaşaçı kimi izləmişsiniz, yəqin hörmətli nazirimiz Misir Mərdanov da buradan çıxış elədi və bir daha bizim oyuna qol-qanat verdi, oyuncularımıza qol-qanat verdi və təbii ki, bütün bu işdə əməyi keçənlərə bizim Azərbaycanda elektron avadanlıqları istehsal edən Kür şirkətinə sağ olun deyirik və Azərbaycan Televiziya və Radio Verişləri Qapalı Səhmdar Cəmiyyətinə sağ olun deyirik. Və hörmətli intellektuallar, siz bu qalada, gəl belə şərt olaraq qala deyək bura, bu alınmaz qalada ilk cəngavərlərsiniz, ilk intellekt cəngavərlərisiz və sizlərə də uğurlar arzuluyuruq. Oyunumuzun şərtlərini yəqin ki, televiziyadan izləmişsiniz, sadəcə xatırladıram bir də. Şərtlər belədir. Mən Azərbaycanın dilbər güşələrinə aid bir sual səsləndirirəm. Sual səslərim qutarandan sonra mən vaxt getdi deyirəm. Bu hələ sizə işarə deyil. Vaxt getdi kəlməsindən sonra siz studiyada bir zil səs eşidəcəksiniz. Bax bu səs. Bu səs bitəndən sonra qarşınızdakı düyməni basırsınız və cəhdiniz uğurlu olanda siz artıq oyuncu olursunuz. Oyuncuya çevrilirsiniz və sonra təbii mərhələ oyunumuz davam edir. 3 mərhələdən ibarət oyunda iştirak edəcəksiniz oyuncu kimi. 9 suala cavab verməlisiniz. 9 suala cavab verən dövrdə 2 köməyiniz olacaq. Zaldan istədiyiniz adamdan ya biliyinə, intellektinə inandığınız dəstək qrupu varsa onlardan kömək götürə bilərsiniz. 2 köməyiniz olacaq və təbii sonra da final mərhələsi. Məqsədimiz isə təbii ki, alidir, istəyimiz müqəddəsdir, mübarəkdir. Azərbaycanımızı tanıtmaq və onun gənclərinin intellektinin daha da inkişaf olunmasıdır. Daha da irəliyə getməsidir. Ən böyük məqsədimiz isə bu oyunda iştirak eləməyən, sadəcə televiziyaya baxan tamaşaçılarımız Azərbaycan haqqında kifayət qədər məlumat alsınlar və sualları sizlərlə bir yerdə onlar da cavablandıra bilsinlər. Təbii ki, sizin vasitənizlə. Sizin hər birinizə uğurlar arzuluyuram. İndi isə sizlərlə ilk tanışlığa başlayırıq. Diqqət. Hazır olun. Diqqət. Elgün Əbdürrəhmanov. Arzu Əmirquliyeva. Adil Hidayətov. Nərgiz Əskərova. Bəhruz Müslümov. Nemət Babayev. Novruzəli Hüseynov. Humay Babazadə. Füzuli Məlikov və Əzizxan Əzizov. Sizin hər birinizə uğur arzuluyuruq. İndi isə diqqət. İlk seçim turuna başlayırıq. Diqqət. Sual. Azərbaycan Respublikasının ucqar şimalında yerləşən inzibati rayon. Vaxt getdi. Vaxt getdi və
Elgün Əbdürrəhmanov. Buyur. Mənim fikrimcə bu Balakənd. Elgün'ün fikrincə bu Balakəndi və biz də alqışlayırıq Elgün'ü. Balakənd. Buyur Elgün. Və biz Elgün'ü dəvət edirik. İntellekt savaşına, intellekt yarışına. Elgün, Balakəndə yəqin olmusan, olmamısansa mütləq ol. Ümumiyyətlə şimal rayonlarımızın əksəriyyətində, bütün rayonlarımız, amma Balakən xüsusilə son illərdə gözəlləşib, abadlaşıb və baxaq, yolumuz Balakəndəndir. Baxaq. Belə Elgün, Balakənə kiçik qiyabi səyahətimiz baş tutdu, amma bunların hamısını gedib görmək lazım. Doğrudan çox böyük gözəllikdir. Bu dəqiqə həm Balakən, həm Zaqatala, həm Oğuz, Qəbələ, Qax son dərəcə gözəlləşib. Ümumiyyətlə bütün rayonlarımız, hələ ki söhbətimiz buradan gedir. Belə, indi tamaşaçılarımız səni tanısınlar. Buyur. Mən Abdurrəhmanov Elgün 1994-cü ildə Kürdəmir rayon Cəyli kəndindən doğmuşam. Hansı kəndində? Cəyli. Aha. İbtidai təhsil orada aldıqdan sonra orta təhsilimi isə Kürdəmir şəhər 1 saylı orta məktəbində davam etdirəm və hal-hazırda 11V sinifində oxuyuram. Aha, çox gözəl və sənə uğurlar arzulayırıq. Bizim oyunumuzda orta məktəb şagirdləri çox olub ki, qalib olublar və sənə də eyni uğuru arzulayırıq. Və bildiyimə görə sən məhz bu oyuna Kürdəmirdən gəlmişsən. Məhz bu oyuna və ürəkdən uğur arzulayıram. Şərtlərimiz aydındır. 5 mövzumuz var. 9 suala cavab verməlisən. 2 köməyin olacaq. Həyəcanlanmırsan. Emosiyaları kənara qoyuruq. İntellekt işığını qoşuruq. Beləliklə mövzu seçimi. Buyur. Coğrafiya. Coğrafiya. Coğrafiya mövzusu ilə biz Elgünlə oyunumuzu başlayırıq. Üzərində Yenikənd su anbarı tikilmiş bu çay Cənubi Qafqazın ən böyük çayı sayılır. Vaxt getdi. Vaxt getməsin. Vaxt getməsin. Kür çayı. Kür çayı. Əlbəttə, Kürdəmir, Kür üzərində olan ərazidə təbii. Kür çayı, alqışlar. Düzdür. Belə. Coğrafiya mövzusunda növbəti sualımız. 130 milyon ton ehtiyatı olan Daşkəsən rayonunda yerləşən və Avropada ən böyük alunit yatağı sayılan yataq necə adlanır? Vaxt Getməsin. hiss elədim, getməsini deyirsin. Buyur. Zəylik. Alqışlar. Aha, deyəsən yeni dekorasiyamız Elgünə düşür. Hələlik vaxt gəldi. Arzu edirəm, elə axıra kimi vaxt getdi deyə bilməyim və sən beləcə cavab verə biləsən suallara. Coğrafiya mövzusunda 3-cü sualımız və bu sonuncu sualımızdır. Respublikamızın ərazisinə daha çox yağıntı gətirən hava kütləsi. Vaxt getdi. Axır ki, vaxt getdi dedim. Tələsmirsən? Mülayim dəniz. Mülayim dəniz. Hava kütlələri. Mülayim dəniz Bəs, hava kütləsi Respublikamıza ən çox yağıntı gətirən küləkdir. Biz bunu təsdiq edirik, yoxsa sual verirsən? Təsdiq eləyək də. Təsdiq edirik. Alqışlar! Mülayim dəniz. Təbii Elgün yəni hələ orta məktəbdədir, bilikləri təzətərdir, yadından çıxmayıb hələ. Təbii inşallah institutda, ali məktəbə hazırlaşanda daha yaxşı, daha inamlı olacaq. Mövzunu dəyişməliyik. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Elgünlə oyunumuzu davam etdiririk. Rəvayətə görə Səlmas yaxınlığındakı xaraba qalanı məhz bu xalq qəhrəmanı tikdirmişdir. Səlmas sözü, xaraba qalan sözü nəsə deyir sənə?
Elə isə vaxt yetdi. Bu xalq qəhrəmanı tikdirmişdir. Köroğlu. Köroğlu, alqışlar. Köroğlu. Bilməyənlər də yadda saxlasın. Səlmas yaxınlığındakı xaraba qalanı. Rəvayətə görə Köroğlu tikdirib. Belə. Əsərləri Sankt-Peterburg, London, Leipzig və Venesiya muzeylərini bəzəyən Təbriz miniatür məktəbinin ən məşhur nümayəndəsi kimdir? Vaxt getdi. Miniatür ümumiyyətlə bilirsən də, miniatür sənətində məlum. Beləliklə, Kömək götürürdüm. kömək götürürük. Kim kömək eləyə bilər? Buyur. Əsədov Nazim, mənim fikrimcə bu Sultan Məhəmməddir. Əsədov Nazim Sultan Məhəmməd deyir. Bunu qəbul etmək ya etməmək sənin ixtiyarındadır. Qəbul edirəm. Sultan Məhəmməd variantını qəbul edirik və alqışlar Nazimə minnətlərimizi bildiririk və sənə də qəbul etdiyin üçün Sultan Məhəmməd yadda saxlayın. Beləliklə, növbəti sualımız 18-ci əsrdə Azərbaycandakı bütün xanlıqların mərkəzlərinin adları daxil olduqları xanlığın adı ilə eyni idi. Yalnız bu iki xanlığın mərkəzləri fərqli idi. Bunlar hansı xanlıqlar idi? Vaxt getdi. Qarabağ və Qaradağ xanlıqları. Yəni onun Mərkəzləri- xanlıqlarının mərkəzi. Birinci Qarabağ xanlığının mərkəzi Şuşa idi. Qaradağ xanlığının mərkəzi Əhər idi. Alqışlar. Qarabağın mərkəzi Şuşa idi, yəni həmin şəhərin adını daşıyırdı və Qaradağ Əhər, Qaradağ Əhər yadda saxlayırsınız. Beləliklə biz tarix və etnografiya mövzusunu 400 xalla yekunlaşdırmışıq. Bir köməyimiz hələ ehtiyatdadır. İndi mövzunu dəyişməliyik. Ümumi mövzu. Ümumi mövzuda biz Elgünlə oyunumuzu davam etdiririk. Abşeron iqtisadi rayonu hansı üç şəhəri özündə əhatə edir? Bax, Getməsin. getməsin. Bakı, Sumqayıt, Xırdalan. Bakı, Sumqayıt, Xırdalan. Xırdalan belə şəhər. Şəhər statusu alıb. Şəhər, bəli, tamamilə doğrudur. Bu yaxında şəhər statusu almış Xırdalan. Çox gözəl. Yaxşıdır ki, bu faktı bilirsən, yəni çox adam burada çaşa bilərdi. Gözəl. Əslən Azərbaycandan olan hansı məşhur kəşfiyyatçının təxəllüsü Ramzay olmuşdur? Vaxt getdi. Mən biləm bunu bilməlisən. İki var. Beləliklə, Richard Zorge. Richard Zorge. Alqışlar, tamamilə doğru. Və ümumi mövzuda üçüncü, həm də oyunumuzda sonuncu sual. Biz artıq 800 xalla finalın astanasındayıq. Ümumiyyətlə, özün cibində gəzdirdiyin ən böyük pul hansı olub? İndiyə kimi. Evdən veriblər, ala bunu xaçlıq verirəm sana. Yadımda deyil. Yadında deyil.
10'luq, 20'lik, Hə, olub da. 50'lik olub. Olub hərdə. Əskinas. 50'lik əskinas olub. Aha. Görür sən onu diqqətlə gec xərcləmsən yoxsa tez xərcləmsən? Diqqət. 50 manatlıq nominalın üzərində gördüyümüz təsvirlərdən birini 1825-ci ildə Faraday kəşf etmişdir. Bu kəşfin adı nədir? Vaxt getdi. Yəni ki, Faradayın bu kəşfi 50 manatlıq əskinasının üstündə var. Bəlkə benzol. Benzol. Benzol deyirsə və alqışlar. Benzol. Benzol. Elgün artıq finaldadır. Və final oyununda daha inamlı oyun və uğur arzulayıram. Alqışlarla Elgün əyləşir yerinə və sizlərlə isə növbəti seçim turuna başlayırıq. Azərbaycan Respublikasının Ucqar qərbində yerləşən inzibati rayon. Vaxt getdi. Vaxt getdi və Əzizxan Əzizov. Buyur. Mənim fikrimcə bu Sədərək rayonudur. Əzizxanın fikrincə bu Sədərək rayonudur. Alqışlar, Sədərək. Tamamilə doğrudur. İntellekt yarışına, bilik savaşına. Buyur. Yolumuz Sədərəkdəndir. Baxaq, Sədərəkdə nə kimi gözəlliklər, abadlıqlar baş verir. Buyurun. Beləliklə, tamaşaçılarımız sizi tanısınlar. Buyur. Mən Əzizov Əzizxan 1990-cı ildə Bakı şəhərində doğmuşam. 1997-ci ildə Cəlilabad rayon Göytəbə şəhər 1 saylı orta məktəbində birinci sinifə getmişəm. 99-2003-cü illərdə Masallı rayon Buradıca qəsəbə 2 nömrəli məktəbi, 2003-2007-ci illərdə 1 saylı orta məktəbində oxumuşam. 2008-ci ildə Bakı şəhər Nərmanov rayonu Natiq Tayev adına 212 nömrəli orta məktəbini bitirmişəm. Və burada fürsətdən istifadə edib üç növbədə valideynlərimə, müəllimlərimə öz salamlarımı çatdırıram. Hal-hazırda Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində qiyabi təhsil alıram. Hüquq Fakültəsində qiyabi oxuyursunuz. Bəli. Çox gözəl, belə bir məsəl də var da, deyir, çox gəzən çox bilər. Sən də Azərbaycan demək olar ki, cənubunu artıq gəzmisən. Biz oyunumuza başlayaq. Şərtlərimiz aydındır. Deməli, 5 mövzu, 9 sual və 2 köməyin olacaq. Və sonra da final təbii. Mövzu seçimi. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Əzizxanla oyunumuzu başlayırıq. Layla dedim yatasan, qızıl gülə batasan, qızıl gülün içində şirin yuxu tapasan. Bu layla formaca hansı janrın tələblərinə cavab verir? Vaxt getdi. Forması hansı janrda yazılmış şeirlərin sual qarşında var, diqqətlə oxu. Bu layla formaca hansı janrın tələblərinə cavab verir? Yəni bu formada daha nələr yazılır? Kömək istəyirəm. Kömək istəyirsin. Buyur, zəhmət olmasa gəlin irəli mikrofonu götürün. Mən Əsədov Xəqani. Mənim fikrimcə bu bayatıdır. Xəqani bayatı deyir. Qəbul edirəm. Qəbul edirik. Bayatı, tamamilə doğrudur. Bayatı. Ümumiyyətlə, bayatı janrında çox kövrək, gözəl nümunələr yaranıb. Təbii də laylalarımızda da bunlardan istifadə edilir. Diqqət, belə bir sual. Homonim sözlərdən ən çox hansı üslubda istifadə olunur? Vaxt getdi. Getməsin. Getməsin. Bədii üslub.
Mənim fikrimcə bu bədii üslubdadır. Bədii üslub deyirsiniz. Və alqışlar. Alqışlar da belə. Çox gözəl. Artıq Əzizxan oyuna qoşulur yavaş-yavaş. Hər şey yaxşıdır, darıxma. Diqqət. Koroğlu dedi. Yox Aşıq Cünun. Düzdür. Mən Koroğluluqdan əl çəkmişdim. Amma baxıram ki, bu olan şey deyil. Nə qədər ki, xodkarlar, padişahlar, paşalar, xanlar bu namərd dünyada ağalıq eləyirlər. Mən Koroğluluğu yerə qoya bilməyəcəm. Bu parça Koroğlu dastanının hansı qolundandır? Vaxt getməsin. Bu Koroğlunun qocalığı. Koroğlunun qocalığı. Yəni Koroğlu o yaşa gəlmişdi ki, artıq Koroğluluqdan əl çəkmək istəyirdi. Sonra yenə də bəzi haqsızlıqları görüb dedi, yox, Koroğluluğu yerə qoymaq olmaz. Təbii bu simvolik bir şeydir ki, Azərbaycan xalqı, Azərbaycan oğulları heç vaxt Koroğluluğu yerə qoymasınlar. Koroğlunun qocalığı tamamilə doğrudur. Çox gözəl, çox dahiyanə sözlərdir. Bəzən dastanlarımızda olan sözləri biz ötəri oxuyub keçirik, amma bu əslində bütün xalqa, gələcəyə ötürülən o indiki müasir dillə desək mesajdır. Koroğluluğu heç vaxt yerə qoymaq olmaz, onda millətin, xalqın başına çox bəlalar gələ bilər. Beləliklə, biz mövzunu dəyişməliyik. Əzizxan. Tarix və etnografiya. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Əzizxanla oyunumuzu davam ettiririk. Cəlalilərin 60 nəfər dəstə başçısının içərisində şərəfli yer tutan bu bəy, həm də Koroğlunun ən yaxın silahdaşlarından biri idi. Vaxt getməsin. Giziroğlu Mustafa bəy. Hay deyəndə haya basar, huy deyəndə huya basar, Koroğlu suya basar. Giziroğlu Mustafa bəy, alqışlar. 225 xalımız var, bir kömək ehtiyatdadır. Tarix və etnografiya mövzusunda növbəti sual. Bu mağarada qədim insanlar 80-90 min il əvvəl yaşamışlar. Şərur rayonunda yerləşən 1987-90-cı illərdə tədqiq edilən və 12 mindən artıq ovlanmış heyvan sümüyü aşkar edilmiş bu mağara hansıdır? Vaxt getməsin. Naxçıvanda qazma. Qazma. Əzizxan əvvəl oyuna başlayanda mən elə bildim ki, çox çətin oynayacaq. Amma görürəm ki, ən asan oyunculardan, ən intellektuallardan və ən gözəl oyun nümayiş etdirən oyuncularımızdan biridir. Qazma, alqışlar, tamamilə doğrudur. Hər şey yaxşıdır Əzizxan, çox gözəl. Diqqət. 1945-ci il sentyabrın 3-də Təbrizdə bu partiya yaradıldı. Vaxt getdi. Kömək istəyirəm. Kömək istəyirsin. Buyurun, zəhmət olmasa gəlin, bir də özünüzü təqdim edin. Əsədov Nazim, mənim fikrimcə bu Azərbaycan Demokratik Firqəsi. Nazim Azərbaycan Demokratik Firqəsi dedi. Bunu qəbul etmək, etməmək sənin ixtiyarındadır. Qəbul edirəm. Qəbul edirik. Azərbaycan Demokratik Firqəsi variantını qəbul edirik. Ediriksə onda Nazimə alqışlar. Azərbaycan Demokratik Firqəsi. Beləliklə, biz mövzunu dəyişməliyik. Ümumi mövzuda biz Əzizxanla oyunumuzu davam ettiririk. 1929-cu ildə ərəb qrafikalı əlifba dəyişildikdən sonra hansı əlifba tətbiq edilməyə başlandı? Vaxt getdi. Tələsmirsiniz. Burada məsələ bundadır ki, hansı qrafikalı
əlifba, yəni ərəb qrafikasından imtina edəndən sonra, dəyişiklikdən sonra. Latın qrafikalı əlifbaya keçirildi. Latın qrafikalı 39-cu ildə isə Azərbaycan əlifbası. Tam və doğru adı belədir. Latın qrafikalı Azərbaycan əlifbası. Ümumi mövzuda növbəti sualımız. Azərbaycanda Körçay yasaqlığında, Şirvan və Abşeron milli parklarında qorunan, qırmızı kitaba düşən antiloplar cinsinə aid cüt dırnaqlı məməli və yaraşıqlı heyvan hansıdır? Vaxt getdi. Yəni çox sadə, bəsit sualdır. Ceyran ola bilər. Ceyran? Bəli, Ceyranda dayanırıq. bəli, Ceyran təsdiq eləyirik. bəli. Ceyran tamamilə doğrudur. Diqqət. Biz artıq final mərhələsinin bir addımlığındayıq. Diqqət Əzizxan. Respublikamızda 16, bəzi məlumatlara görə isə 42 növü yayılmış yovşanın becərilən növü hansıdır? Vaxt getdi. Variant qarşısında qalmışam. Dəqiq bilmirəm. Reyhan ola bilər ya nanə. Nanə olmasa Reyhan. Dəqiq bilmirəm. Reyhan, nanə və son variant. Reyhan. Təəssüf Əzizxan, çox yaxşı gəldin bura kimi. Düzgün cavab isə tərxundur, tərxun. Təəssüflə Əzizxanı yola salırıq. Maraqlı oynadı, yaxşı oynadı bura kimi. Təəssüf sonuncu sualda üdrədim. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Varvara su ambarı hansı inzibati rayon ərazisində yerləşir? Vaxt getdi. Vaxt getdi və Arzu xanım. Mənim fikrimcə bu Yevlax rayondur. Bu lazımdır. Bu cavab lazımdır. Alqışlarla Arzu xanımı dəvət edirik. Buyurun Arzu. Arzu Əmirquliyeva intellekt savaşında. Bəli. Yadda saxlayın, Varvara su ambarı deyəndə bilin ki, bu Yevlax ərazisindədir. Yolumuz Yevlaxdandır. Baxaq, Yevlaxda nələr baş verir, nə kimi abadlıqlar həyata keçir. Arzu xanım, Yevlaxı gəzdik qiyabi. Tamaşaçılarımız sizin haqqınızda məlumat alsın. Buyurun. Mən Əmirquliyeva Arzu, 1992-ci ildə Siyəzən rayonunda anadan olmuşam. İlk təhsilimi də mən həmin şəhərdə almışam. Daha sonra 2009-cu ildə Azərbaycan Dillər Universitetinin Tərcümə Fakültəsinə qəbul olmuşam və hal-hazırda həmin universitetdə təhsil alıram. Hansı dil üzrə? İngilis dili. İngilis dili. Bəli. Uğurlar Arzu xanım, uğurlar və gələcək karyerada da, həyatınızda da böyük uğurlar. Və qaydaq oyunumuza 5 mövzumuz var, bilirsiniz. Buyurun seçiminiz. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Arzu xanımla oyunumuzu başlayırıq. Cəlil Məmmədquluzadə hansı komediyasında Cəlal və Nazlı kimi uşaq obrazları yaratmışdır? Vaxt getdi. Yəni bu Cəlal deyilən obraz piyes məhz onunla başlayır.
Köməkdən istifadə edirəm. Köməkdən istifadə edir. Kim kömək eləyir? Buyurun, zəhmət olmasa gəlin irəli. Bizim məşhur oyunçumuz. Mənim fikrimcə bu 1909-cu ildə yazılmış Ölülər komediyasıdır və 1916-cı ildə də tamaşaya qoyulub. Bəli, qəbul edirəm. Qəbul edirik. Bəli. Və alqışlar. Alqışlar hər ikinizə. Cəlil Məmmədquluzadənin Ölülər əsəri məhz bununla başlayır. Cəlalat dərs deyirlər, zorla fars sözlərini öyrətmək istəyirlər. Bu İskəndərin qardaşıdır, Nazlı da onun bacısıdır. Ölülər dahiyanə, Ölülər komediyası. İkinci sualımız. Bütövlükdə bir leksik mənanı bildirən söz birləşməsi necə adlanır? Vaxt getdi. Frazeoloji birləşmələr. Alqışlar. Dil və ədəbiyyat mövzusunda üçüncü sualımız. Ata və oğlu, məktəb, şagirdi, tənbəl, iki uşaq, ana və bala, yay səhəri, köç, vətən kimi şeirlərin müəllifi olan bu şairimiz həm də ixtisasca həkimdir. Vaxt getdi. Abbas Səhət. Abbas Səhət deyirsiniz. Bəli, ixtisasca həkimdir, həm də məşhur vətən şeiri, ən az vətən şeirinə görə dərhal yadınıza düşməlidir. Abbas Səhət. Beləliklə biz mövzunu dəyişməliyik. Tarix və etnoqrafiya. Tarix və etnoqrafiya. Tarix və etnoqrafiya mövzusu ilə biz Arzu xanımla oyunumuzu davam etdiririk. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının birinci hökumət kabinetini kim təşkil etmişdir? Vaxt getdi. Vaxt dayansın. Dayansın. Bəli. Bu Fətəli xan Xoyski. Alqışlar. Yaxşıdır. Diqqət. Faşistlərə qarşı mübarizə aparmış Əhmədiyyə Cəbrayılov Fransada necə adlanırdı? Vaxt getdi. Çox məşhur partizanımız olub. Faşistlərə qarşı mübarizə aparmış Əhmədiyyə Cəbrayılovu Fransada necə tanıyırdılar, necə adlandırırdılar, çağırırdılar? Mənim fikrimcə bu Mişail. Təəssüf. Armet Michel. Arzu xanım, təəssüf edirəm da. Çox yaxşı təəssüf sualları yaxşı götürdüm. İnşallah eyb yoxdur. Gələcək oyunlarda uğurlar arzuluyuruq sizə. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Adındakı bir hərfi dəyişməklə ölkə adına çevrilə biləcək inzibati rayon. Vaxt getdi. Vaxt getdi və Adil Hidayətov. Fikrimcə bu Qubadır. Quba. Necə olur ki, adının bir hərfini dəyişəndə ölkə olur? Kuba. K hərfi qoyanda Kuba olur. Alqışlar. Alqışlar və biz dəvət edirik. Buyurun, Adil. Adil, yolumuz Qubadandır. Gözəllər gözəli Quba. Azərbaycanın ən gözəl rayonlarından, bölgələrindən biri Quba.
sakitləşirik, həyəcanlanmırıq, özümüz haqqında məlumat veririk. Buyur, tamaşaçılar tanısın səni. Mən Hidayət Abadi Sumqayıt şəhərindən bura qatılıram. Sumqayıt şəhərində anadan olmuşam. Orada 23 nömrəli məktəbi qurtarmışam. Hal-hazırda Neft Akademiyasını təhsil alıram. Çox gözəl. Beləliklə mövzu seçim. Buyur Adil. Coğrafiya. Coğrafiya. Coğrafiya mövzusu ilə biz Adillə oyunumuzu başlayırıq. Böyüşor, Masazır, Binəqədi, Kürdəxanı göllərini nə üçün qalıq göllər adlandırırlar? Vaxt getdi. Bu gölləri niyə qalıq göllər adlandırırlar? Xəzərin qalığı olduğu üçün. Xəzərin qalıqları olduğuna görə onlara qalıq göllər deyirlər. Belə bir cavab. Düzdür. Xəzər dənizinin qalıqlarıdırlar. Diqqət. Diqqət Adil. Respublikamızın dağlıq ərazilərində urbanizasiyanın səviyyəsinin aşağı olmasının səbəbi. Sənayenin zəif inkişafı. Sənayenin zəif inkişafına. Düzdür. Diqqət. Uçqun mənşəli göllər qrupu hansı təbii vilayət ərazisindədir? Vaxt getdi. Uçqun mənşəli göllər qrupu hansı təbii vilayət? Kiçik Qafqaz. Kiçik Qafqaz cavab. Tamamilə doğrudur. Kiçik Qafqaz. Biz coğrafiya mövzusunu yekunlaşdırdıq. İndi mövzunu dəyişməliyik. Adil, buyur. Tarix etnografiya. Tarix və etnografiya mövzusuyla biz Adillə oyunumuzu davam etdiririk. Məzyədilər, Kəsiranilər və Dərbəndilər sülalələri müəyyən vaxtlarda hansı Azərbaycan dövlətində hakimiyyətdə olmuşlar? Vaxt getməsin. Buyur. Şirvanşahlar. Alqışlar. Şirvanşahlar. Tarix və etnografiya mövzusunda növbəti sual. 314-cü ildə Xristiyan dinini qəbul edərək Albaniyanın dövlət dininə çevirən, dövlət dininə çevirən və Musa Kalankatuklu'nun qələbə bayrağını Ermənistanda ucaldan rəşadətli ər adlandırdığı Alban hökümdarı kimdir? Vaxt getdi. Tələsmə. ...314-cü il. Kömək götürəydim. Kömək götürürük. Kim kömək edir? Buyur. Qaffarlı Turqut, mənim fikrim bu Sanatürkdür. Qəbul edirəm. Qəbul edirik. Bəli. Və təəssüf. Düzgün cavab buruna ayır. Adil, təəssüflə səni yola salırıq. Maraqlı oyunçuydun. Beləliklə, biz sizlərlə gəlib final mərhələsinə çıxmışıq. Təbii yorulmuşsunuz bu gərgin oyundan sonra. Yəqin ki, biraz özünüzə gəlməlisiniz və sizləri bugün bir də ruhlandırmaq üçün, oyunumuza yeni bir qol-qanad vermək üçün gözəl bir qrup buradadır, istedadlı bir qrupdur. Və görüşümüzün əvvəlində mən dedim ki, biz bugünkü dekorasiya ilə özümüzü sanki alınmaz bir qalada hiss eləyirik. Bu alın yazısıdır, nədir bilmirəm. Qala qrupu gəlib. Qarşılayın bizim gözəl gənclərimizi. Cavan yaşında bir qız
gözə vurdum yaman. Onu düşündüm, təkcə onu mən hər zaman görüşməyən günü. Qalırdım ondan nigaram, o mənim yuxusuz gecəlim o. Bir möcüzəyir, rast gəldim bugün mən sənə sakit gecəyim. Ulduzlar baxırdı mənə, sənin gözlərin yandırdı qəlbimi yenə. Səni gördüm oldum mən dəli divanə. Könül eşqin yolunda alırsın gərək, hər bir əziyyətinə barırsın gərək. Könül eşqin yolunda alırsın gərək, hər bir əziyyətinə barırsın gərək. Bu sevgi bir həyatdır, xoş arzular oyatdır. Yolunu gözləyirəm, bəlkə qayıtdır. Onunla eşkin dənizində üzər necə mən alır. Görünürdü həyat bizə, etdiyi nazlara, işvələrə dözə. O qız mənim ağlımı başımdan aldı. Bir gün nəhayət istədim sevirəm deyil. İtirdim özümü, ağzımda dolaşdı dilim. Elə çaşdım ki mən, dilim olsun dilim. O qız mənəm, o ki var ürəkdə güldü. Könül eşqin yolunda alırsın gərək, hər bir əziyyətinə barırsın gərək. Könül eşqin yolunda alırsın gərək, hər bir əziyyətinə barırsın gərək. Bu sevgi bir həyatdır, xoş arzular oyatdır. Yolunu gözləyirəm, bəlkə qayıtdır. Bir möcüzədir, bu nə bəladır. Rast gəldim bugün mən sənə sakit gecədir. Ulduzlar baxırdı mənə, o qara gözlərim yandırdı qəlbimi yenə. Səni gördüm oldu mən dəli divanə. Bir möcüzədir, rast gəldim bugün sən mənə sakit gecədir. Ulduzlar baxırdı mənə, o qara gözlərim yandırdı qəlbimi yenə. Məni gördün oldu sən dəli divanə. Məni gördün oldu sən dəli divanə. Məni gördün oldu sən dəli divanə. Sizlərlənsə final oyununa gedirik. Beləliklə final. Finalda isə bir oyuncumuz var. Elgün Əbdürrəhmanov. Açığın deyim ki, onun da finalda olması məni sevindirir. Yəni, siz gənclər intellektuallarsınız. Orta məktəb şagirdinin finalda olması xüsusi 2 qat maraqlıdır. Üstəgəl nəzərə alsaq ki, Kürdəmirdən bura gəlib çıxıb. Bu başdan məktəbinə, müəllimlərinə, valideynlərinə salam göndəririk. Çox sağ olun deyirik onlara. Və inşallah final mərhələsində dəf edəcək və gürültülü alqışlarla bütün zal salamlayacaq. Və Elgün beləliklə hicrətdən 1252-ci il, yəni miladla 1836-cı il. Hicrətdən 1252-ci il keçən bir zamanda Nəsaih, Nəsihətlər adlı aydın və sadə anlaşılan müxtəsər bir kitab yazdım. Ümid edirəm ki, bu əsər uşaqlara faydalı olub, onların tərbiyəsinə getdikcə daha artıq təsir etsin. Bu sözlər hansı dahi Azərbaycanlıya məxsusdur? Vaxt getdi.
Nəsihətlər adlı aydın və sadə anlaşılan müxtəsər bir kitab yazdım. Abbasqulu Ağa Bakıxanov. Abbasqulu Ağa Bakıxanov. Bakıxanov haqqında daha nə bilirsən? Bakıxanov haqqında o 1828-ci ildə səhv eləmirəmsə Türkmənçay müqaviləsində Rusiya tərəfindən Qriboyev və Azərbaycan tərəfindən isə Abbasqulu Ağa Bakıxanov iştirak eləyib. Sonra məşhur Gülüstan İrəm əsərinin müəllifidir. Abbasqulu Ağa Bakıxanov haqqında kifayət qədər məlumatım var, amma bu bir variantdır. Baxırıq ekrana. Bu kimdir? Abbasqulu Ağa Bakıxanov və biz dəvət edirik. Elgünü dəvət edirik. Zəfər meydanına qalibiyyət alqışlarımızla. Təbrik edirəm Elgün. Buradan sənin məktəbinə bir də sürəkli alqışlarla salamlar göndəririk və sənə gələcəyində uğurlar arzuluyuruq və daha böyük uğurlar. Bu gözəl Mən Azərbaycanlıyam intellektual oyununun qalibi Fəxri Fərman artıq sənindir. Buyur, əlində tutursan. Bu gözəl Kür kompüteri artıq sənindir və bu alqışlar da sənindir. Dəyərli sözlərin varsa buyur. Mən buradan bütün Kürdəmir rayonunun əhalisinə və xüsusilə də valideynlərimə və mənə dəstəyən bütün müəllimlərimə və sinif yoldaşlarıma salamımı göndərirəm. Mən Azərbaycanlıyam oyununda iştirak etmək mənim arzularımdan biri olub və keçən yayımda da burada iştirak eləmişdim. Mən sevinirəm ki, Azərbaycan haqqında gedən intellektual oyunlardan biri olan mən Azərbaycanlı verilişində qalib oldum. Və uğurlar. Uğurlar arzuyuruq Elgünə. Bir də onun məktəbinin müəllimlərinə Kürdəmirə salamlar göndəririk. Uğur olsun da alqışlarla Elgünü yola salırıq. Və mən Azərbaycanlıyam intellektual oyununun qalibi adı uğrunda vuruşmağa dəyər. Və sizin hər birinizi dəvət edirik. Gəlin, oynayın, qalib olun, Azərbaycanı tanıyın, tanıdın və hər yerdə fəxrlə mən Azərbaycanlıyam deyə biləsiniz. Uğurlar olsun sizə. Sağ olun.